Salam aleyküm. Deməli, bu günləri biz stent xəstələri haqqında danışmaq istəyirik. Stent qoyduran insanlar hansı dərman bitkilərindən istifadə edə bilər və yaxud da hansı müalicə üsullarından istifadə edə bilər, hansından istifadə edə bilməz. Belə bir maraqlı söhbətimiz olsun düşündüm. Ümumiyyətlə stent qoyduran insanlar, təbii ki, stent qoyandan sonra həkimlərimiz orada xolesterin əleyhinə, təzyiq varsa təzyiq əleyhinə və mütləqdir ki, qandurulaşdırıcı bir həb yazırlar. Və insanlar da bunu içir. Təbii ki, ömrün axırına qədər deyilir ki, bunu içməlisiniz. Ümumiyyətlə deyim ki, əksər stentlərin əksəriyyəti bir ildən sonra xolesterin qatı tərəfindən örtülür və bu nə deməkdir? Bu o deməkdir ki, stent bizim bədənimizə yad bir maddədir. Yad bir maddə. Ümumiyyətlə insan bədənində yad bir maddə olarsa, tutalım ki, məsələn biz əlimizə bir dənə iynə batırarıqsa, bu zaman orada elə iynə orada qalsa da, qalmasa da toxumanı zədələyirik. Həmin o hissədə qan laxtalanması baş verir. Niyə? Çünki bizim qan damarlarımızda qan axarsa əgər və qarşısına bir maneə olarsa əgər, damarların tərkibindəki trombositlər həmin hissədə parçalanır və orada qan laxtası əmələ gətirir. Bu insanın özünü qoruma bir funksiyasıdır. Qan laxtası əmələ gətirir ki, qanaxma olmasın və insan ölməsin. Əgər bizim stent bizə qoyulubsa və bizim ürəyimizdə stent varsa, qan gəlib həmin stentdən keçən vaxtı oradakı o maneəni görərsə əgər biz qan durulaşdırıcı qəbul etməriksə əgər, bu zaman həmin hissədə yenə qan tərkibindəki olan trombositlər parçalanır və həmin hissədə laxta əmələ gətirib oranı tuta bilər. Ona görə də mütləqdir ki, siz qan durulaşdırıcını içəsiniz. Amma bəzi xəstələrimiz olur ki, məsələn, gəlir hicam elətdirmək istəyir. Deyir ki, baxın, mən stendim var, mən hicam elətdirmək istəyirəm. Təəssüf edirəm ki, bəzi həkimlərimiz deyir ki, qəti olmaz. Yəni, əksinə hicam elətdirmənin stent xəstələrinə qoydurmasına çox faydası var. Çünki qan dövranını yaxşılaşdırır, qan axımını yaxşılaşdırır, qanı durulaşdırır və hicam elətdirmək istəyirsinizsə, siz hicam olmamışdan 2 gün əvvəlcədən siz qan durulaşdırıcı dərmanı saxlayırsınız qəbulunu, 2 gündən sonra gəlib hicamınızı elətdirirsiniz və 1 gündən sonra gedib yenə də həkimimizin yazdığı dərmanları içə-içə müalicənizi davam edə bilərsiniz. Sonra zəli qoydurulması. Zəli yenə də burada insanlar seçim arasında qalır ki, əgər mən qan durulaşdırıcı qəbul edirəmsə, mən zəli qoysam necə olaram? Bəli, çox gözəl bir düşünürlər, düzgün də bir sualdır ki, zəli ilə qan durulaşdırıcı ikisi birlikdə olmaz. Amma zəli müalicəsinin də insana çox faydaları var. Deməli, əgər sizin ürəyinizdə stent varsa və siz zəli qoymaq istəyirsinizsə, təbii ki, həkimimiz sizə zəli qoymağa məsləhət görürsə, tutalım boynunuzda duzlaşma var, bir sıra ayağınızda varikoz və s. xəstəliklər varsa, onda siz deməli, yenə də zəli qoymamışdan 3 gün qabaqcadan qan durulaşdırıcı dərmanınızı saxlayırsınız və hər 4 gündən bir 5, 6 və yaxud da 7 ədəd baxır o sizin xəstəliyinizə, qan göstəricilərinizə. Əsasən biz 6 ədəd yazırıq. Hər 4 gündən bir 6 ədəd olmaqla ümumən 60, 70, bəzən 80 ədəd biz zəli təyin edirik və bu həmin 80 ədəd zəli qutarana qədər qan durulaşdırıcı dərmanların qəbulunu saxlayırsınız. Çünki zəlinin ağzındakı hirodin maddəsi özü bir qan durulaşdırıcıdır və sizin qan dövranınızı daha da yaxşı işlədəcək, qanınız heç yerdə laxtalanmayacaq, xolesterinizi də salacaq və buna görə də zəli qoyulan müddətdə qan durulaşdırıcı və xolesterin əleyhinə dərmanların heç birinin içilməsini mən məsləhət görmürəm və heç bir sizə ziyanda olmayacaq. Yəni bunları rahatlıqla istifadə edə bilərsiniz. Bundan başqa, deməli, bəzi dərman bitkiləri var ki, bu dərman bitkiləri çox yaxşı qan durulaşdırıcıdır. Və bu dərman bitkilərini siz rahatlıqla arada bir, məsələn, tutalım ki, qan durulaşdırıcını arada saxlayıb istirahət eləmək istəyirsiniz. Tutalım deyirsiniz ki, məsələn, uzun müddət içdi, mədəmə pis təsir elədi. Təbii ki, yenə də öz müalicə həkiminizlə məsləhət eləyərək siz dərman bitkilərindən və başqa qarışımlardan da istifadə edə bilərsiniz qan dövranını yaxşılaşdırmaq üçün. Deməli, bunların başında nə gəlir? Alma sirkəsi. 3 xörək qaşığı alma sirkəsini 3 stəkan suya qarışdırırsınız və yaxud da 4 stəkan, yayda məsələn 5-6 stəkan da qarışdıra bilərsiniz və bunu gün ərzində içirsiniz. Və gündə də 1 saat yeyin gəzirsiniz. Bax, bunun içilməsi ümumi qan dövranını yaxşılaşdırır, yenə də xolesterini salır və həkimimizlə məsləhət eləyərək yenə də bir müddət dərmanınızı saxlayıb bunu yenə istifadə edə bilərsiniz. Bundan başqa, məsələn, melis adında bir bitki var və yemişan bitkisi var.
Deməli, 2 xörək qaşığı yemişan meyvəsi, 2 xörək qaşığı melisa götürürsünüz. Bunu 3 stəkan suda dəmləyirsiniz. Əgər çaynikdə dəmləyəsinizsə, deməli yemişan meyvələrini xırdalamalısınız. Yox, əgər termosda dəmləmək istəyirsinizsə, bunu axşamdan tökürsünüz. 2 xörək qaşığı yemişan, 2 xörək qaşığı da deməli melisa bitkisi götürürsünüz. Bunu 3 stəkan suda termosda dəmləyirsiniz. Gündə 3 dəfə yeməkdən sonra bundan 1 stəkan içirsiniz. Bu sizə həm təzyiqinizi salacaq, həm qanınızı həmişə duru saxlayacaq, həm qan dövranını yaxşılaşdıracaq, həm də ürəyin yığım gücünü artıracaq ki, ürəyinizin oksigenə olan tələbatı azalsın və sizdə gələcəkdə infarkt olma ehtimalınız azalsın. Yəni baxın, derman bitkilərini biz yenə də stent qoydurmuş insanlara və ürəyindən əməliyyat olmuş insanlara da tətbiq edə bilirik və xəstələrimiz heç bir əziyyət çəkmir. Yenə də deyirəm, bu ürəkdir, ürəklə zarafat eləmək olmaz və siz bunların hamısını istifadə edən zaman mütləq həkiminizlə və yaxud da ki, mütləq ixtisaslı bir həkimlə məsləhət eləyəndən sonra bunlar edə bilərsiniz. Çox sağ olun, Allah şəfa versin, bizə üçün.